Bu il Həmas və İranla müharibə ili olacaq. Bunu İsrail Müdafiə Qüvvələri Baş Qərargahının yeni rəisi Eyal Zamir bildirib. Onun sözlərinə görə İsrail qüvvələri müharibə çərçivəsində digər cəbhələri tərk etməyi planlaşdırmır. Görünən odur ki, Trumpın da dəstəyini alan İsrail İranla müharibədə istəkli görünür. Həmçinin Təl-Əviv müharibə olarsa Birləşmiş Ştatlardan tam dəstək alacağını da dəqiqləşdirib. Paralelində İranın da müharibəyə hazırlaşdığına dair xəbərlər gəlir. Beləliklə, yaxın tarixlərdə İran-İsrail müharibəsi ola bilərmi? İsrail hərbi əməliyyatları tək başına eləyəcək, yoxsa Birləşmiş Ştatlar da meydanda olacaq? Nə baş verəcək? İzləyək. Bu il Qəzza zolağında Həmas hərəkatı və İranla müharibə ili olacaq. The Jerusalem Post nəşrinin verdiyi məlumata görə bunu İsrail Müdafiə Qüvvələri Baş Qərargahının yeni rəisi Eyal Zamir bildirib. O qeyd edib ki, Həmasın əsirlikdə saxladığı girovların azad edilməsi üçün bütün səylər göstəriləcək. Həmçinin yeni müharibələr çərçivəsində digər cəbhələrə də xüsusi diqqət yetiriləcək və İsrail qüvvələri tutduqları əraziləri tərk etməyəcək. İsrailin İranı yaxın şərqdəki ən böyük təhdid olaraq görməsi və hücum edəcəyi ilə bağlı xəbərlər təəccübləndirici deyil. Amma diqqətdə saxlanılmalı bir məqam var ki, Təl-Əvivin Tehrana mümkün hücum ssenarisi yalnız Vaşinqtonun əmri ilə icra edilə bilər. Belə ki, yaxın şərqdə Molla rejiminin dəstəklədiyi qüvvələrin məhv edilməsi nəticəsində Tehranın zəifləməsi, Rusiyanın Ukraynadakı müharibəyə başının qarışması səbəbindən İrana yardımların dayandırılması, həmçinin Türkiyənin Suriyada baş verənlər fonunda regionda güclənməsi, Ağ Evin bölgəyə yerləşmək istəməsinə gətirib çıxarır. Bütün bunların bir növ fərqində olan Netanyahu hakimiyyəti də Trump administrasiyası ilə mütəmadi olaraq əlaqə saxlayaraq İrana mümkün hücum barəsində ortaq razılığa gəlməyə çalışır. Çünki İsrail rəhbərliyi tək başına İranı tamamilə ələ keçirə bilməyəcəyini və rejimi devirməyin çətin olduğunu yaxşı başa düşür. Yaxın Şərqdə İran və İsrail münaqişəsi davam edir. Digər tərəfdən Donald Trump administrasiyası İrana siyasi təzyiqləri gücləndirir nüvə proqramı ilə əlaqədar. Və bu müharibə baş verərsə, onda ABŞ hökuməti İsrailə hərbi və maliyyə yardım edəcəkdir. Ancaq təbii ki, indidən demək olmaz ki, müharibə nə zaman başlayacaqdır. Lakin İsrail tərəfi istəyir ki, İranda rejim dəyişikliyi olsun. Həmçinin proksi qüvvələri xeyli zəiflədib İsrail, ancaq bu məsələnin axırına çıxması üçün İranın da zəiflədilməsi nəzərdə tutulur. Geçtiğimiz yıl İsrail-İran birbirlerine füze saldırıları gerçekleştirmiş olsalar da isabet oranlarının zayıfladığı dikkat alındığında, özellikle İran'ın füze konusundaki yetersizlikleri de dikkat alındığında böyle bir savaşın olasılığı yine zayıf görülmektedir. Ancak her hal ve şartta Amerika Birleşik Devletleri'nin İsrail'e uydu, radar ve silah lojistik desteği olmadan da İsrail'in İran'la bir doğrudan savaşı göze alma ihtimali zayıf görülməktedir. Digər tərəfdən İranın taleyi Donald Trump və Vladimir Putin arasındakı danışıqlardan da xeyli asılıdır. Əgər Rusiya və Amerika Birləşmiş Ştatları Ukraynada müharibənin bitirilməsi ilə bağlı razılığa gələrsə, bəlkə Moskvanın əli ilə Tehran və Vaşinqton arasında da danışıqlar baş tuta bilər. Bundan əlavə Trump administrasiyasının Birləşmiş Ştatların daxili məsələlərindən başqa digər ölkələrə maliyyə və hərbi yardım etmək istəməməsi də Ukrayna problemi həll olunacağı təqdirdə Vaşinqton və Tehran arasında danışıqlara başlanılacağına işarə ola bilər. Hər bir halda Ağ Ev rəhbərliyinin əsas istəyi münaqişə ocaqlarının sayını artırmaq əvəzinə diplomatik yollarla rəqiblərini Vaşinqtonun qarşısında təslim olmağa məcbur etməkdir. Odur ki, Pezeşkiyan hökuməti Trump administrasiyası ilə nüvə sazişi daxil bir çox məsələdə razılığa gələ bilərsə, o zaman İsrailin İranla müharibə planı reallaşmayacaq. Əsasən Trump məhz Ukrayna-Rusiya müharibəsi üzərində fokuslanıb və İranla bağlı hələ ki heç bir açıqlama verilməyib. Ancaq Pezeşkiyan hökuməti Qərblə, yəni Amerika Birləşmiş Ştatları ilə dialoqun tərəfdarıdır və çalışırlar ki, bu dialoq bərpa edilsin və nüvə razılaşması, yəni hansı ki ABŞ-ın narazılığına səbəb olan nüvə məsələsi də tezliklə öz həllini tapsın. Əgər Vaşinqton Tehranla razılaşma imzalayarsa, o zaman nə özü İsrailə, İrana hücum üçün dəstək verməyəcək, nə də İsrailin belə bir hücum etməsinə
çox da şərait yaratmayacaq. Hadisələrin inkişafı Avropa İttifaqı və Ukraynanın atacağı addımlardan da asılıdır. Çünki hər nə qədər Birləşmiş Ştatlar və Rusiya, Şərqi Avropa müharibəni bitirmək istəsələr də, qoca qitənin nümayəndələri Kiyevin savaşı davam etdirməsini tələb edir. Bu da müəyyən mənada Birləşmiş Ştatların yaxın şərqlə bağlı atacağı addımlara öz töhfəsini verir.